Əziz tələbələr, mən Amin Latifov. Bildiyiniz kimi informatikadan məsələlər üzrə izahlarımız davam edir. Bundan əvvəlki videolarda biz kodlaşdırma məsələlərini və say sisteminə aid olan məsələləri izah edib bitirmişdik. Bugün isə mən artıq alqoritm məsələlərinə keçirəm. Bəziləriniz deyə bilər ki, nə üçün hardware keçmirik? Səbəb ondan ibarətdir ki, hardware-də heç bir məsələ demək olar ki, yoxdur və imtahanda heç bir məsələ o haqqda düşmür. Və say sistemlərindən sonra gələn məsələlər isə alqoritmə aid məsələlərdir. Alqoritm məsələləri əslində geniş məsələlərdir, lakin o qədər də geniş olmasına rəğmən çox asan məsələləri var və mən bunları sizə bir-bir hansı məsələ növlərinin imtahanda düşə bilərsə, onları sizlərə izah edəcəm inşallah. Bugün mən başlamaq istəyirəm alqoritm məsələlərində ən çox istifadə olunan iki növ məsələyə. Biri hal-hazırda gördüyünüz bu məsələdir ki, digəri isə bu gördüyünüz məsələdir. Təbii ki, bu da alqoritmin orada budaqlanan xətti və dövrü alqoritmə aid məsələlərin izahını da verəcəm. Lakin onlar ayrı-ayrı videolar izah tələb edir deyə, daha geniş izah tələb edir deyə mən ilk öncə bu məsələlərdən başlamaq istəyirəm. Bu məsələlər çox vaxt uşaqların çaşdığı məsələlərdir, lakin çox sadə həllər var. Baxın, birinci məsələ bizə verir ki, 55, aşağısında 49, 60, aşağısında 56 və 49 görürük ki, i-nin yerindədir. 56 isə j-nin yerindədir. Bizdən c, i, j bu əməliyyatda təkrarlanmaların sayının nə qədər olduğunu soruşur. Biz nə etməliyik uşaqlar? Bunun təməl sadəcə bir dənə qaydası var. Yuxarıdakıdan aşağıda veriləni uyğun olaraq çıxıb üzərinə 1 gəlirsiniz və sizdən soruşan nədirsə, görür ki, ij, yəni ij bu da nə deməkdir əslində? İj-ni bir-birinə vur deməkdir. Yəni hər bir əməliyyatı ayrı-ayrı tapıb bir-birinə vurub cavabı tapacağıq. Nə dedim? Dedim ki, gəlin birinci məsələni həll edək. Məsələ 1. Baxın, yuxarıdakından aşağıdakını çıxın, üzərinə 1 gəlin. Yəni 55 çıx 49 üzərinə gəlin 1. Daha sonra bu i-nin qiymətidir. Gəlin i-ni yazalım. Və 55-dən 49 çıxanda nə alıram? Təbii ki, 6 alıram. 6-nın üstündə 1 gələndə 7 alıram. Mən i-nin qiymətini 7 tapdım. J-nin qiymətini tapmağa çalışıram. Gəlin də onda j-ni yazaq. J-nin qiyməti də eyni prosesdir. Bu da məsələn xəttlər fərqli ola bilər, lakin məsələnin həll yolu hamısında eynidir. Yenə də 60-dan çıxıram 56-nı, yuxarıdakından aşağıdakını çıxıram, üzərinə 1 gəlirəm. Bu da nə edir? 60 çıx 56 4, üzərinə gəl 1, edir 5. Məndən nəyi soruşur uşaqlar? C, I, J-ni soruşur. Yəni I vuraq J. Bizə i 7-dir, j isə 5-dir. Cavab edir 35. Demək ki, bu ifadədə təkrarlanmaların sayı 35 dənə imiş. Gəlin məsələ 2-yə baxaq. Baxın bu məsələyə baxaq. Eyni bir məsələdir. Məsələ 2-ni yazaq. Yenə də, baxın, buradakı 5-dir, biraz qaraq olub, üzrlü sayın. Aşağıdakı isə 1-dir. Bizə nəyə soruşur? Birinci ona baxmaq lazımdır. Çox vaxtı uşaqlar məsələlərin əslində çoxu vurmaya aid olur deyə heç məsələnin şərtini oxumayıblar. Məsələn, həll edib bir-birinə vururlar və cavabı səhv alırlar. Mütləq şəkildə buradakı məsələnin şərtinə baxmaq lazımdır. Bizdən i kubu üstə gələk 2j vur, daha doğrusu üstə gəl 3k-nı soruşur. Yəni şərt də eynidir. Bu əməliyyatda təkrarlamaların sayı nə qədərdir? Eyni şey soruşur. Nə edirik? Dedik ki, yuxarıdakından aşağıdakını çıxıb üzərinə 1 gəlirəm. Buna yazaq i-nin qiyməti. Nə edir bu? 5 çıx 1 4, üzərinə 1 5, elə 5 edir. Gəlin j-nin qiymətini tapaq. J nə edir? 8 çıx 1, üzərinə gəlin 1. Yenə də 8 edir. Bəs k nə edir? K da yenə 6 çıx 1, üzərinə gəl 1 edir. Nə? Təbii ki, yenə də 6 edir. Deməli, mən k-nı 6 tapdım, j-ni 8 tapdım, i-ni isə 5 tapdım. Və bir dənə bunu deyim, məsələn, həll etməmişdən qabaq. Bəzi uşaqlar, məsələn, bu da 5 çıx 1, üzərinə 1 gəlin 5 alırlar. Elə promoya deyirlər ki, biz bu məsələləri yuxarıdakının özünü götürə bilərik. Yox, uşaqlar, bu da 1-dir deyə siz çıxanda təzən üzərinə 1 gələndə heç bir şey dəyişmir də. Birlər sadəcə ixtisar gedir, düzdürmü? Amma siz bunun kimi böyük məsələlərdə i-nin 1-dən fərqli, j-nin 1-dən fərqli və ya k-nın 1-dən fərqli olan qiymətlərində siz yuxarıdakını birbaşa götürə bilməzsiniz. Çünki 55-də məsələn 49 çıxır, üzərinə 1 gələndə bizə 55-i vermir. Nəyi verirdi? Biz bayaq bunu yazdıq. 7-ni verirdi. Gəlin indi bu məsələni həll edək. Bizdən nəyi soruşur? i kvadrat. i kvadrat yəni 5-i, daha doğrusu i kubu. 5-in kubu təbii ki, i-nin yerinə 5-dir. Üzərinə gəlirik.
2 vur J. J bizdə 8-dir. 2 vur 8. Üzərinə gəl 3 vur K. K da bizdə 6-dır. 3 vur 6. Bu nə edir? 5-in kubu 125. Üzərinə gəl 2 vur 8 16. Üzərinə gəl 3 vuraq. 6. Təbii ki 18. Bu da edir. Təbii ki 125. Üzərinə gələk nə? 34. O da bizə verir 159-u. Əslində bizim burada cavabımız təkrarlamaların sayı 159 imiş. Yəni cavab 159. Bu belə həll olunur uşaqlar. Baxın, yenə də təkrarən sizə keçirəm. Deməli biz yuxarıda dayanan ədəddən onun aşağısında, mütləq onun aşağısında, baxın 55-in aşağısında 49 dayanıb. Daha sonra 5-in aşağısında 1 dayanıb deyə mən ona 5-dən 1-i çıxdım, 55-dən 49-u çıxdım, üzərinə 1 gəldim. Heç bir zaman 55-dən 56-ını çıxa bilmərsiniz ya da 60-dan 49-u çıxa bilmərsiniz. Uyğun olaraq siz bu da əməliyyatı yerinə yetirməlisiniz. Deməli nə etdik biz? Yuxarıdakını aşağıdakını çıxdıq, üzərinə 1 gəldik və bizdən vurma soruşurdu deyə bir-birinə vurduq. Uyğun olaraq da 60-dan 56-ını çıxıb üzərinə 1 gəldik. Bizə nəyi verdi o? 1-ə 7-ni verdi, 1-də 5-i verdi. 7-ni 5-ə vurdum 35. Bəs ikinci məsələdə nə etdim? Yenə də uyğun olaraq i-ni tapmaq üçün yuxarıdakını aşağıdakını çıxıb üzərinə 1 gəldim. J-ni də eyni prosesdə, K-nı da eyni prosesdə apardım və şərti mütləq şəkildə diqqət yetirdim. Gördüyüm gibi şərtdə bizdə artıq vurma deyil. I kub üstə gəl 2J üstə gəl 3K-nı soruşurdu və o da yerinə yetiriləndə cavabın 159 olduğunu tapdıq. Yaxşı uşaqlar. Məncə kifayətdir bu qədər izah. Zaten bir həll yolu var. Yəni ən asan yolu budur. Bundan siz həll edə bilərsiniz. Növbəti məsələ isə çox istifadə olunan, qəbul prosesində çox istifadə olunan məsələ növüdür ki, bu algoritmin ən vacib məsələlərindən biridir. Əminəm ki, bu məsələ haqqında siz çox eşitmisiniz və görmüsünüz bu məsələni. Baxın, burada deyir ki, algoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 90 qiymətinə almışdır. Algoritmin yerinə yetirilməsinə qədər x dəyişənin qiyməti neçə olmuşdur? Təbii ki, burada söhbət bu məsələdən gedir. Baxın uşaqlar, sizə deyir ki, nəticəsində ilk öncə sizin diqqət yetirəcəyiniz hissə nə olmalıdır? Nəticəsində. Və nəticəsində bir şeyin sonunda olur da. Bir şeyin nəticəsinin onun sonun deməkdir. Bütün nəticələr sondadır. Yəni sonda baş verir. Məndə burada sonda dayanan ifadə hansıdır? Y bərabərdir x üstəgələ y. Mən yazıram ki, o saat. Məndə əslində y plus xy bunun nəticəsində aldığımızdır. Yəni y nəticəsində y-nin aldığı qiymətdir. Məndə deyir ki, y dəyişənin hansı qiymət alınmışdır? Y, yəni bu nəticəsində bu y özü də deyir də tək y 90 qiymətini almışdır. Yazıram ki, əslində 90 bərabər olubdur x plus y-ə. Burada nə imişsə bu x plus y 90-a bərabər imiş. Və bu birinci sizin yazmalı olduğunuz hissədir. Və sonra bilirsiniz nə etməlisiniz? Bu prosesi bir adlandırırsınız. Gəlsin ikinci prosesdə. Mən görürəm ki, ikinci prosesdə geriyə gedirəm. Çünki nə üçün geriyə gedirəm? Çünki mən nəticədən əvvələ gedirəm. Məndən onsuz da geriyə yetirilməsinə qədər. Qədər deyirsə, deməli bu əvvəlindəki x-i soruşur. Nə edirəm? X-in yerinə çox vaxtı bir dənə bunu da deyim ki, uşaqlar, X-in yerinə çox vaxtı uşaqlar gətirir, 90 qoyur, cavabı 90 alırlar. Bu səhvdir. Çünki sizdə X-in qədər, baxın, 90 qiymətini alana qədər X-in qiymətini soruşur. İlki, budakı X kubunun qiymətini soruşur sizdən. Bu X-in yerinə 90 qoyursanız, 90 elə 90-a bərabər olacaq. Belə çıxır ki, Y də 90 oldu, X də 90 oldu. O düzgün bir şey deyil axı. Gəlirsiniz, həm də algoritmdir bu. Algoritmdə bilirik ki, bir ifadə x-i tapdınız, növbəti mərhələdə artıq birinci x sizə lazım olmur. Əgər ikinci x-i tapmısınızsa və ya y-də birinci y, ikinci y tapılana qədər sizə lazım olur. Sonra lazım olmur. Baxın, mən görürəm ki, ikinci prosesdə x bərabərdir y-ə. O saat gəlirəm, burada 90 bərabərdir. Ya x-in yerinə y qoya bilərsiniz, ya da y-in yerinə x qoya bilərsiniz. Gəlirəm, mən ən yaxşısı deyirəm ki, x-in yerinə y qoyaq. X-in yerinə y qoyanda, budakı x-in yerinə, çünki bu da x y-ə bərabərdir. Üstə gələ y olur. Və budakı x-in yerinə gəldim, budakı y-i qoydum. Bir dənə y bu da var idi. Nə elədi bu? 90 bərabərdir 2y. Belə çıxır ki, y nəyə bərabər imiş? 45. Mən 45-i tapdım. Mən 45-i tapdım, düzdürmü uşaqlar? Gəlirəm, artıq buradakı y-in qiymətini tapmışam. Üçüncü mərhələyə. Artıq bizə nə əvvəlki y lazımdır, o 90 olan qiymət, nə də ki bizə əvvəlki x var isə x lazımdır. Dedim axı birinci x ondan sonraki, yəni gələn növbəti x-ə qədər lazımdır və ya y-də uyğun olaraq. Yazıram, y-in yerinə 45 yazır, bax birinci ifadədə. 45 bərabərdir x kubu üstə gələk 18. Burada nə edirəm? X kubu
bərabərdir. 45-dən 18 çıxanda nə qalır uşaqlar? 27 qalır da, düzdürmü? Düzdür. Mən görürəm ki, baxın bunu buradan yazıram. Görürəm ki, əslində x də bərabərmiş 3-ə. X əslində 3-ə bərabərdir. Çünki x kubu 27 isə x kubunu necə yaza bilərəm? X kubu bərabərdir 3-ün kubu kimi. Kublar getdi. Belə çıxır ki, x əslində 3-ə bərabər imiş. Nə imiş uşaqlar? X 3-ə bərabərmiş. Baxın, gəlin mən indi məsələni geri dönüş edim. Aparım x-in yerinə 3-ü qoyum. Baxım görüm ki, məsələni həqiqətən düzəld eləmişəmmi? Gəlin yazalım. Y-in yerinə və y yazıram. X-i 3. 3-ün kubu nə edir? 27, üstəgəl 18. Görürəm ki, həqiqətən y nədir? 45 imiş. Buradakı prosesə düzgün gəldi. İkinci mərhələ düzgün gəldi. Mən y-in yerinə 45 qoysam, burada x-in yerinə 45 qoysam, y də 45 olduğu üçün artıq y nəticədə 90 qiymətini almış olur. Baxın, məsələ belə düzgün həll edilmişdir. Təzən bir özət keçirəm. Deməli biz nə etdik? Nəticəsində deyildi ya, biz y-in yerinə gəlirik 90-ı qoyuruq sonda. X plus y bizə 90-a bərabər olur. Və x plus y 90-a bərabər olur. İkinci ifadəyə görürəm ki, x y-ə bərabərdir. Gəlirəm x-in yerinə y qoyuram və mən alıram 2y bərabərdir 90. O zaman y-i də 45 tapıram. Mən artıq y-i 45 tapıram, aparım birinci ifadənin yerində qoyuram. Və o zaman görürəm ki, 45 bərabərdir x kubu üstəgəl 18-dir. Buradan da x kubu 27-yə bərabərdir. Yəni x bərabərmiş 3-ə. Deməli əslində y-in 90 qiyməti alana qədər, yəni alqoritm yerinə yetirməsinə qədər x dəyişən qiyməti əslində 3 imiş ki, biz y-i nəticədə 90 almışıq. Baxın uşaqlar, bu qədər. Yəni bu məsələlər həqiqətən sadə məsələdir. Sadəcə 1-2 dəfə bu məsələləri sizin özünüzün etməyiniz lazımdır. Və növbəti alqoritm məsələləri də inşallah gələcək. Bu qrafik, daha doğrusu əsasən dövrü alqoritm bizdə çox istifadə olunur. Şərtdir, dövrüdür və sair kimi alqoritm məsələləri. İnşallah onların da videoları gələcək. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.